Assalamu alaykum Farabi Tor dersxanasına hörmətli görmələrim. Üç vaxtdan Allah xeyirlik olsun. Bugün hazırki zaman Uyğur dili dərsimizin 58-ci dərsini ötdüyümüz. Ötən saatki dərsimizdə sintaksının tədqiqat obyektlərindən biri olan söz birikmesi haqqında toxtalıb ötkendik. Bugünkü dərsimizdə bolsa cümlə və onun alaylığı haqqında toxtalıb ötdüyümüz. Dərsimizi başlayışdan burun ötən saatki dərsimizin axır sorab ötken tövəndiki iki sualımızға qısqa cavab verib ötəyli. Birinci, turaqlıq söz birikmesi bilan turaqsız söz birikmesinin fərqi nimə? Bu sualın cevabı uzaq qo'llanish natijasida ma'na va tuzilish jihatdan turaqlashib bir bütünlükni tashkil qilgan so'z birikmalari turaqliq so'z birikmalari deb ataladi. Turaqliq so'z birikmalari tuzilish jihatdan turaqliqqa, ma'na jihatdan bo'lsa bir bütünlükka ega bo'ladi. Ular aslidagi ma'nolarini yo'qotib, ko'shma ma'noda keladi. Turaqliq so'z birikmalari bo'lsa leksikaning tadqiqot obyektiga kiradi. Tərkibidəki sözlər nutq jarayonida birikib kelgan söz birikmələri bolsa, turaqsız söz birikmələri deyildi və turaqsız söz birikmələri bolsa, sintaksının tədqiqat obyektiga kirdi. Yəni turaqlı söz birikmələri bilan turaqsız söz birikmələrinin fərqi şu. İkinci sualımız murakkab söz birikməsi degan nima? Bu sualın cavabı murakkab söz birikmələri 3 yoki 3dan ortiq mustaqil so'zdan tuzilgan söz birikmələrini göstərdi. Bu sorulardan cevabını texmi təfsili bilməkçi bolsanlar, ötən saatlik dərsimizni qaytadan görüb çıxsınlarını tavsiyə qılımən. Həmdə bugünkü dərsimiz gəlsək, ən avval cümlə haqqında toxtalıb ötdüyümüz, ondaqda cümlə degan nima? Cümlə deganimiz söz və söz birikməsindən tuzilgan, nisbi to'liq ayaqlaşqan, oy fikrini bildirdigan və belgilik intonasiyaga ega bo'lgan ən asosiy aloqa birligi cümlə deyiladi. Cümlə ikki yoki undan ortiq söz birikməsinin və cümlənin məlum sintaksik yol bilan birikişidən hasil boludu. Məsələn, iş keçildi, yəni iş keçildi degan cümlə faqatla iki sözdən tuzilgan. Dadam aldırğınca kirib gəldi. Öydə gəlməklə onunğa heyranlıq bilan qarab qaldıq. Həmmimiz gözlərimizni parqıratqınca dadamның nima deydigan deb cavab saqlab atatdıq. Dadam heç yo'qligini aytdi və bizga qarab kulimsirginicha qo'lichini ochdi. Yani ko'rib chiqqanimizdek ish kechildi degan jumla bo'lsa, faqatla ikki so'zdan tarkib topgan. Ammo buning oxiridagi jumlaga qaraydigan bo'lsak, so'zlardan va so'z birikmalaridan shundaqla jumlaning birikishidan jumla hosil bo'lgan. Jumlaning ma'nosini ko'rib chiqdik, endi jumlaning alayligini ko'rib chiqsak, cümlenin birinci alayliki cümle, xabar bilan egining sintaksik bağlanışına asıl olan bayani münasibetini ifadələydi. Bundaq münasibet jarayonida bəzi əhvallarda egi düşüb qilishi mümkün. Məsələn, dərs qaldırışğı olmaydı bu cümlenin egisi yox, yəni egisiz cümle. Adil ünlük avazda gəp qıldı. Bu cümlenin egisi bolsa, adil yəni bu egilik cümle. Cümlede egi bolması boludu, amma xabar bolması bolmaydı. Yəni Uyğur tilida xabarsiz cümle mövcud bolmaydı. Cümlenin ikinci alaylık bolsa, cümle özünün məzmunuğa xas intonasiya, yəni ahang bilan tələffüz qılındı. İntonasiya cümleni söz və söz birikmələrindən fərqləndirishdə intayın mühim rol oynaydı. Şundaqla cümle intonasiyası cümle türlərini fərqləndirishdə intayın mühim rol oynaydı. Məsələn, kecha, ətraf qapqaranğı, yiraqdan qandaqdır bir hayvanın avazı kelətdi. Yani körüp çıkınımızda kecha degan bir söz bir ədəbi əsərdə bir cümle rolunu oynayalaydı. Yani özü xas intonasiyaga ega bo'ldi. Bundan başqa ismingiz nima? Alqam. Bu ikki cümleni körüp çıkınımızda ismingiz nima degan mushu savolga alqam degan birli söz javob bo'lib kelgan va alqam degan so'zning o'zila bir cümle bo'lib kelgan. Cümlenin üçüncü alaylığı cümlede muayyen bir oy fikir ifadəleniş bilan birgə türlü his duyğularını ifadələndi. Çünki cümlede sözlügücünün məlum bir şeyi yoki hadisəyə qarta muayyenləşdiriş, inkar qilish, sual qo'yish, buyruq qilish qatarlıq oy fikirlər ifadəleniş bilan birgə şu şeyi yoki hadisəyə qarta xoşallanish, hayacanlanish, heyran qilish, bizar boluş ve yaxtırmaz qatarlıq türlük his duyğularımı ifadələndi. Cümlenin 4-cü alaylık bolsa, cümle özünün çoğun qurulumunun içige ilinması gerek. Eğer cümle özünün çoğun qurulumunun içige ilinsila, özünün cümlelik xüsusiyyətini yoxutub, cümlenin məlum bir bölüküge ayınıb qalıdı. Məsələn, aş var, yani aş var degan cümle faqatla iki sözdən tuzilgan bir cümle.
Bunun axırı qaraydigan bolsaq, aş bar yerdə can bar. Bu yerdəki aş bar bu cümlənin bir bölüküge aylanıb ketken. Aş bar yerdə can bar deb toğru aytılgan. Bu cümlədən oxşaşla aş bar degan cümlə bu cümlənin bir bölüküge aylanıb ketken. Çoğlar aş bar yerdə can bar deb toğru aytıb degan. Bu cümlədən oxşaşla aş bar degan ən birinci kelgan cümlə bu cümlənin bir bölüküge aylanıb ketken. Cümlenin 5-ci alaylığı bolsa, yazıqda hər bir cümlenin məzmunuğa və türlərinə qarab, çekit, peş, sual belgisi yoki ündeş belgisi qatarlıq hər xil tiniş belgiləri qoyuldu. Cümlenin mənisi və alaylığını görüb çıxdıq, əmdi cümlenin türlərini görüb çıxsaq, cümlenin bu türü cümlenin intonasiyası boyunca ayrılğan türüdür. Sözlügücünün fikir qilishlik məqsədi və pozisiyası davamlıq oxşaş bulmaydı. Yəni cümlələr özünün məzmunu və eğitiliş ahangı asasən bayan cümlə, sual cümlə, buyruq cümlə və ündeş cümlədən ibarət 4 türə ayrıldı. Bu 4 türlük cümlə addi cümlə tipidimi və qoşma cümlə tipidimi oxşaşlar görülüdü. Ən əvvəl bayan cümləni görüb çıxsaq, bayan cümlə deganimiz fikrini bayan tərəqqisi ifadələydigan cümlə bayan cümlə deyildi. Bayan cümlənin müəyyən oy fikrini təsdiqlaş yoki inkar qilish xarakteri buludu. Bayan cümlələr sözlügücünün anlıqçığa xəbər yoki bayan qılmaqçı bolğan fikrini özünün ifadələydigan məzmunu qılıdı. Bayan cümlələrinin xəbər bölüki köpünçə feillərdən tüzülüdü. Yazıqda bayan cümlələrdən keyin bolsa peş yoki çekit qoyuldu. Məsələn, mən maqalə yazdım, çekit. Biz bugün doklad alındıq, çekit. Dadamlar yazıq qaytıb kepti, peş. Lekin tağamlar hazırca şəhərdə qapdı, çekit. Yəni, ən axırda görüb çıxan bu cümlə bolsa, iki qoşma cümlədən tüzülgən. Yəni, birinci cümlədən keyin peş və ikinci cümlədən keyin bolsa, çekit qoyulğan. Cümlənin ikinci türü bolsa, sual cümlə. Sual cümlə deganimiz, sual mənasındakı fikrini ifadələydigan cümləni göstərdi. Yəni, sözlügücünün hər xil gumanını, sualını ifadələb keldigan cümlələr sual cümlə deyildi. Sual cümlədə cavab tələb qıldığan sual tügünü buludu və cümlə sual intonasiyasına ega buludu. Sual cümlənin sual tügünü sual almaçları, sualını bildirdiği yüklümlər, yəni ma, mu, du, qu, qu, çu, də, tə, mə qatarlıq yüklümlər yoki sual intonasiyası arqılıq ifadələndu. Yazıqda bolsa sual cümlədən keyin sual belgisi qoyuldu. Məsələn, Günlər muşundaqsa ötüb gidermi? Bu cümle bolsa mu degan sualını bildirdigan yüklüm arqılıq ifadələngan. Muallimning qachon qaytib keldiganligini bilamsiz? Bu cümle bolsa qachon degan sual almış arqılıq ifadələngan. İsmingiz nima? Alim. Alim? Ha. Yani bu yerda ko'rib chiqqanimiz bolsa, ismingiz nima degan cümlede nima degan sual almış arqılıq ifadələngan bolsa, alim degan bu sual cümlede bolsa, sual intonasiyasi arqılıq ifadələngan. Cümlenin üçüncü türü bolsa buyruq cümlə. Buyruq cümlə deganimiz sözlügücünün buyruq, şuar, çağırıq, ötünüş, ümid tilək, məsləhət mənasındakı fikirlərini ifadələydigan cümləni göstərdi. Buyruq cümlələrinin xəbəri umumən buyruq rayidəki feillərdən buludu. Buyruq, çağırıq, şuar mənasındakı buyruq cümlələr adətdə küçlük və kötürəngü ahangda aytıldı. Yazıqda bolsa bu xildəki cümlələrdən keyin ündeş belgisi qoyuldu. Məsələn, Muhitni qoğdaylı, çağırıq, Türk milleti yaşasın, şuar, sizin meydanı yığılanlar, buyruq, yəni körüb çıxınımızdək, buyruq, çağırıq, şuar mənasındakı buyruq cümlə adətdə küçlük və kötürəngü ahangda aytıldı. Ümid tilək, məsləhət, ötünüş mənasındakı buyruq cümlələr bolsa, pəsrək ahangda aytıldı. Yazıqda bolsa bu cümlədən keyin çekit qoyuldu. Məsələn, cinim dada öyüq baldıraq qaytıb gelin. Bu ötünüş mənasındakı buyruq cümlə. İşləriniz tutuq bolsun, tilək, yəni bu buyruq cümlənin axırına oxşaşla çekit qoyulğan. Çoğlarının gepini anlaşınız gerek. Bu cümlə bolsa məsləhət mənasındakı buyruq cümlə və cümlənin axırına çekit qoyulğan. Cümlənin 4-cü türü bolsa ündeş cümlə. Ündeş cümlə deganimiz sözlügücünün türlü kesiyatlıq oy fikirlərini ifadələydigan cümləni göstərdi. Ündeş cümlələr köp hallarda imliq sözlər yoki hə, də, qu qatarlıq hissiyat yüklümlərini öz içigə alda tüzülüdü. Ündeş cümlələr küçükərək intonasiyada aytıldı. Yazıqda bolsa ündeş cümlələrdən keyin ündeş belgisi qoyuldu. Ündeş cümlələrinin məzmunu ularının tərkibidəki imliq sözlər yoki iz duyğu yüklümləri bilan münasibətlik buludu. Məsələn, vay isit, həcəb bilməbdimiz,
ökünüş mənisidəki ündeş cümlə. Yəni bu cümlə vaisit degan imliq söz bilan münasibətlik bolğan. Abla əsli kəlməsən bo'lib degan bu pushayman mənisidəki ündeş cümlə və bu cümlə bolsa abla degan imliq söz bilan münasibətlik bolğan. Bu yil imtahandan ötsəm nima degan yaxshi bo'ladi da? Bu arzu arman mənisidəki ündeş cümlə və hə degan his duyğu yükləməsi bilan ifadelangan. Vay voy, əcəbmi gep tügməydigan adamkən bu. Bu cümlə bolsa bizar bo'lish mənisidəki ündeş cümlə və vay voy degan imliq söz orqali ifadelangan. Cümlənin məzmuni və aytilish ahangına asasən türlərə bölünüşünü görüb çıxdıq. Əmdi cümlənin vəqəlik bolğan münasibətinə asasən türlərə bölünüşünü görüb çıxımız. Cümlələr vəqəlik bolğan münasibətinə asasən boluşluq cümlə və boluşsuz cümlə degəndək iki türə ayrılır. Bu yerdəki boluşluq cümlə deganimiz vəqəlik təsdiqlanğan cümləni göstərir. Məsələn, ətə kino görgülə barımız. Mening 2 dəftərim var. Adılның dadısı doktor, yəni bu cümlədə vəqəliklər təsdiqlanğan və bular buluşluq cümləyə giridir. Buluşsuz cümlə bolsa vəqəlik inkar qılınğan cümləni göstərir. Məsələn, ətə kino görgülə barmayımız. Mening 2 dəftərim yox. Adılның dadısı doktor emas, yəni görüb çıxınımızdək bu cümlədə vəqəliklər inkar qılınğan və bularning hamısı buluşsuz cümləyə giridir. Bu iki xil cümlə tipi oxşayışlar, yəni boluşluq cümlə və boluşsuz cümlə oxşayışlar addi cümlə tipidimi və qoşma cümlə tipidimi görülüdür. Bugünkü dərsimizin axırına gəldik. Dərsimizin axırda bu dərsimizə münasibətlik bolğan tövəndəki iki sualımızı sorab ötümüz. Birinci, cümlələr məzmuni və aytilish ahangına asasən qaysı türlərə ayrılır? İkinci sualımız bolsa bayan cümlə degan nima? Bu suallarning javobini YouTube videomuzun astidagi inkas qismiga yoki Instagram hesabımızın DM qismidan uchur yazib əvəzsanlar buludu. Undaqda keyingi soatlik dərsimiz görüşəylik. Görüşküç aman bulunlar. Xeyr xoş.